Deməli, uşaqlar, növbəti mövzumuz tamamlıqdır. Tamamlıq cümlədə hərəkət və əlamətin obyektini bildirir. Yəni, bəzən elə belə də düşür ki, bəs obyekt bildirən cümlə üzvü hansıdır? Tamamlıqdır. Hərəkət və əlamətin obyektini bildirir. Tamamlıq təsirlik, yönlük, yerlik, çıxışlıq hallarda olan sözlər və söz birləşmələri ilə, bir də qoşmalı sözlər və söz birləşmələri ilə ifadə oluna bilər. Buradan söz birləşməsi də yazaq. Və tamamlıq təsirli halda olsa, tamamlığın sualları kimi, nəyi, haranı sualları olacaq. Və baxın, burada haranı sualı var mütləq ki. Bir də qeyri-müəyyən təsirli olsa, nə sualı da olacaq. Tamamlıq yönlük halda olsa, kimə, nəyə sual olacaq? Artıq haraya sualı olmayacaq. Bu zərfliyin sualıdır. Yerli halda olsa, kimdə, nədə olacaq? Artıq harada sualı olmayacaq. Çünki bu da zərfliyin sualıdır. Çıxışlıq halda olsa, kimdən, nədən olacaq? Haradan sualı olmaz. Çünki bu da zərfliyin sualıdır. Hara ilə bağlı tamamlıq bircə dənə təsirli halda haran sualına cavab verir. Daha sonra qoşmalı sözlərlə ifadə olsa, kim ilə, nə ilə, kim üçün, nə üçün, kim haqda, nə haqda, kim barəsində, nə barəsində suallarına cavab verər. Və tamamlıq yenə digər cümlə üzvləri kimi ya sadə olur, ya da mürəkkəb olur. Sadələr ifadə olunur nitq hissələri ilə, sözlərlə. Mürəkkəblər ifadə olunur söz birləşmələri ilə və mürəkkəb adlarla. İndi burada bir neçə tamamlığa aid nümunə yazmışıq. Baxaq onlara. Damla tapşırığı yazdı. Nə etdi? Yazdı. Xəbər. Kim yazdı? Damla. Nə yazdı? Tapşırığı. Burada tamamlıq ifadə olunub isimlə. Nə edəcək? Görüşəcək. Kim? Zeynəb. Kimlə görüşəcək? Onlarla. Burada ifadə olunub əvəzliklə. Günel xəstələrə tibbi yardım göstərdi. Nə etdi? Göstərdi. Kim? Günel. Yardım göstərdi daha doğrusu. Kim göstərdi? Günel. Kimə yardım göstərdi? Xəstələrə. Deməli, burada yenə xəstələrimiz nə olacaq? Sifət olacaq. Tamamlıqda cümlə üzvü olaraq sifətlə ifadə olunub. Güllü maşın sürməyi sevir. Nə edir? Sevir. Kim sevir? Güllü. Nəyi sevir? Maşın sürməyi. Burada da tamamlığımız məstər tərkibi ilə ifadə olunmuş olacaq. Yəni, tamamlıq, məsələn, baxın, burada maşın sürməyi quruluşuna görə mürəkkəb tamamlıqdır. Niyə görə? Çünki söz birləşməsinə ifadə olunub. Digərlərində sadə tamamlıqdır, çünki nitq hissələri ilə ifadə olunub. İndi tamamlıqda uşaqlar nəyə diqqət eləməlisiniz? Bir dənə onu bir yazdım burada. Məsələn, deyirəm ki, mən özümə paltar aldım. Bir dənə bunu yazaq. Mən özümə paltar aldım. Nə etdim? Aldım. Kim aldım? Mən. Nə aldım? Paltar. İndi bu nə sualına cavab verir axı? Uşaq da bilir ki, nə sualına cavab verən söz, yəni mübtəda ola bilir. Düzdürmü? Mübtəda keçmişik. Amma həmçinin də unutmayın uşaqlar. Baxın, tamamlıqda da nə sualı var? Qeyri-müəyyən təsirli olduğu zaman. İndi siz nə edəcəksiniz? Bunun təsirli yoxsa adlıq olduğunu müəyyən eləməyə çalışacaqsınız. Bunun təsirli olduğunu müəyyən eləmək üçün əvvəlinə bu artırırdıq da, düzdürmü? Mən özümə bu paltarı aldım. Bunu artıran kimi avtomatik bu şəkilçisini tələb edirsə, siz bilirsiniz ki, bu təsirli haldadır. Və təsirli haldadırsa, deməli, tamamlıq vəzifəsində olacaq. Desəydim ki, məsələn, paltar gözəldir. Necədir? Gözəldir. Nə gözəldir? Paltar gözəldir. Yəni, nə sualına cavab verir? Siz bilmək istəyirsiniz ki, bu təsirlidir, yoxsa adlıqdır. Yenə əvvəlinə bu artırırsınız. Bu paltar gözəldir. Bu artıranda görürsünüz, onun tərkibinə şəkilçi gəlmədi. Deməli, bu adlıq haldadır. O zaman da cümlədə mübtəda vəzifəsində olacaq. Belə. Yəni, həmin bu nə məsələsini unutmuruq. Nə sualına cavab verən söz nə ola bilərdi? Adlıq olardı, təsirli olardı və bir də yiyəlik olardı. Əgər adlıq halda olacaqsa, cümlənin mübtədası olur əksərən, indi müstəqil olduğu zaman. Təsirli halda olsa, tamamlıq olacaq, yiyəlik halda olsa, müstəqil şəkildə cümlə üzvü olmayacaq, söz birləşməsinin tərkibində olacaq. Yenə bunların hər birisinə aid nümunə yazaq, baxaq. Məsələn, deyirəm ki,
Tutalım, məsələn, tapşırıq olduqca çətindir. Sonra deyirəm ki, məsələn, Ayşə çoxlu tapşırıq yazdı. Burada bir dənə yoxlayaq, sonra yəliyə aiddə bir başqa nümunə yazarıq. Deməli, necədir, çətindir, nə çətindir, tapşırıq. İndi nə sualına cavab verdi. Adlıqdır yoxsa təsirli, əvvəlinə bu artırırıq, bu tapşırıq olduqca çətindir. Heç bir şəkilçi istəmir tərkibində, deməli, adlıq haldadır, o zaman mübtədə olacaq. Ayşə çoxlu tapşırıq yazdı. Nə etdi, yazdı. Kim yazdı? Ayşə. Nə yazdı? Tapşırıq yazdı. İndi tapşırıq sözünün əvvəlinə bu artırırıq. Çoxluğunu da çıxara bilərsiniz cümlədə. Ayşə bu tapşırıq yazdı olmur da. Ayşə bu tapşırığı yazdı olmalıdır da. Düzdür, əvvəlinə bu artıran kimi avtomatik o şəkilçi istəyir. Şəkilçi olmasa cümlə alınmır. Siz də buradan bilirsiniz ki, bu təsirlidir. Təsirlidirsə olacaq tamamlıq vəzifəsində. Məsələn, yazaq ki, tapşırıq nümunələri verdim. Tapşırıq nümunələri yazaq da. Yazdıq. İndi burada nə etdik, yazdıq, xəbər. Burada tapşırıq sözündən əvvəl mənsubiyyət şəkilsiz söz gəlir və siz bunu deyə bilirsiniz ki, tapşırığın nümunələri mənasında və bu da olur qeyri-müəyyən yiyəlik haldır. Qeyri-müəyyən yiyəlik haldadsa artıq siz bunu tək başına nə mübtəda, nə də tamamlıq götürər bilməzsiniz. Yanlış olacaq. İndi orada söz birləşməsinin aslı tərəfidir və hansı cümlə üzvü olsa onu götürəcəksiniz. Belə. Burada da məsələn olacaq bütünlükdə tamamlıq vəzifəsində. Belə uşaqlar, bunlar qısa izahlar idi. Təbii ki, dərs prosesi ərzində də bilmədiyiniz nələr olsa hamısında izahını verəcəm. Sağ olun.